Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Biz Salihlərin Baxçası kitabında 7-ci bölümdəyik. Bəbun fil yaqin və təvəkkül. Yəqini və təvəkkül bölümündəyik. Allahu Teala Əhzab surəsi 22-ci ayədə deyir ki, müəllif rəhməhullah burada bir neçə ayələr zikr edir, bir neçə surələrdən. وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا. Yəni möminlər o vaxt ki, Əhzəbi, yəni ki, bir toplumu kafirlərdən olan bir ordunu gördülər ki, onların Xəndək döyüşündə yəni yanına gəlib, üstünə gəlir. Bunu görəndə onlar dedilər ki, bu bir imtahandır. Qalu hada ma va'adana Allah və Rasuluhu. Allah və Rasulu bizə nə vəd edibsə də, bu odur. Yəni bir imtahandır ki, bunun arxasınca köməklik gələcəkdir. Gözəl bir cəza, mükafat gələcəkdir. Bunu dedilər möminlər. Nə dedilər? Dedilər ki, qalu hada ma va'adanallahu və rasuluhu və sadaqallahu və rasuluhu. Allah və Rasulu düz deyir. Yəni verdiyi vədlərdə doğrudular. Və mə zədəhum illə imanən və təslimə. Onlarda bu şey olduqda, bu Xəndək döyüşündə düşmanları, kafirləri gördükdə, ordunu gördükdə, onların imanı yəqini daha da, təslimiyyəti daha da artdı. Qaçmadılar da, bu nə idi demədilər. Başqa ayda Allah Teala deyir ki: "Ellezine qale lehumun nasu." O kəslər ki, onlara insanlar dedikdə ki, "İnnen nase qad cema'u lekum." İnsanlar sizin üçün cəm olublar, yəni sizin üstünüzə gəlmək üçün, yəni cəm olublar. Fəxşəvhum, onlardan qorxun. Fəzədəhum imanən. Onların imanı artdı və dedilər ki, Həsbunallahu və ni'məl vəkil. Allah bizə kifayətdir, o ən gözəl vəkildir. Bu sözü dedilər. Bu sözü deyəndə burada Uhuddan söhbət gedir də, bu Uhudda bu baş vermişdi. Yəni onlara məğlubiyyət gəlir. Elə ki, qələbə gəlir, sonra qurur, damla məğlubiyyət gəlir, sonra təzənə əmr olunur. Onlar üçün yenə döyüşə qayıdırlar, yəni qayıtmırlar. Allah Teala sabit edir. Bir çıxlı imtahan da gəlir. Fənqələbu bi ni'mətin minallahi və fadlin ləm yemsəshum su. Demək, bunlar Allahdan olan bir nimətlə, bir fəzilətlə oradan qayıdırlar, onlara bir pislik toxunmur. وَاتَّبَعُوا رِضْوَانَ اللّٰهِ Allah'ın razılığına tabi olurlar, yəni o əmr elədiyi şeyə. Vallahu zul fadlul azim. Allah Teala böyük əzəmət, fəzilət sahibidir. Allah Teala başqa ayədə deyir ki: "Və təvəkkəl aləl hayyillezî la yemut." Diri olub ölməyənə təvəkkül elə gələn. Yəni bütün işlərini həvalə elə gələn Allah'a yəni. El-Furqan surəsi 58-ci ayə. Başqa ayədə Allah Teala deyir ki: "Və alallahi felyetevekkelil mu'minun." Qoy möminlər Allaha təvəkkül eləsinlər. Təvəkkül namaz kimi bir şeydir. Namaz necə ki Allah üçün qılınır, insan da bütün işlərini Allaha həvalə eləməlidir. Təvəkkül eləməlidir ona. İbrahim surəsi 11-ci ayə. Başqa ayədə Allah Teala deyir ki: "Fəizə azamte fətəvəkkəl alallah." Yəni qərar verdin, Allaha təvəkkül elə gələn. Əl-İmran 159-cu ayə. Bu ayələr təvəkkül barəsində məlum və olduqca çoxdur. Başqa yerində ki, Allah Teala deyir ki: "Və men yetevəkkəl alallah fehuve hasbuh." Kim Allaha təvəkkül eləsə ona kifayətdir. Talaq surəsi 3-cü ayə. Yəni kifayət, yəni kəfihi yəni. Başqa yerdə Allah Teala deyir ki: "İnnemel mu'minunellezine izâ zukirallahu vecilet kulubuhum." Möminlər o kəslərdirlər ki, o vaxt ki Allah xatırlanılır, Allah zikr olunur, onların qəlbləri titrəyir. Vecilət qəlbin titrəməsidir. Və izə tuliyət aleyhim əyətuhu, Allahın ayələri ona oxunduqda, onlara oxunduqda, zədəthum imanən. Onların imanı artar və alə rabbihim yetevəkkəlun, Rəblərinə təvəkkül edərlər. Bunlar möminlərdirlər. Təvəkkülün fəziləti barəsində olan ayələr məruf və çoxdur, bilinəndir, çoxdur. İbn Seymur rəhməhullah şərhdə deyir ki, müəllif rəhməhullah burada yəqinliklə təvəkkülü cəm edibdir. Həqiqətən təvəkkül yəqinliyin səmərələrindən bir səmərədir. Yəqinliyin səmərələrindən bir səmərədir. Yəqinliyin əksi nədir? Şəkdir. İnsan şəkdə deyil, yəqindir. İman gücü,
sabitlik gücü, hətta ki ennel insane yara bi aynihi. Yani hatta insan Allah Teala ve onun Resulü haber verdiği bir şeyi yəqinliyinin şiddetinden, gücünden sanki onu gözünden görürmüş kimidir. Subhanallah. Yəqinlik odur. Yəqinlik sabitliktir. Ve imanun leyse ma'hu şek. O öyle bir imandır ki onda bir gram da hiçbir taraftan şek yoktur. Feyara'l gaibu'llezî ahbarallahu anhu ve rasuluhu. Yani o qeyb barəsində ki Allah və Resulü xəbər veribdir, o şey sanki qarşısındakı kimidir, görür. Allah yəni imanın yəqinliyin gücündən söhbət gedir. Ki Allah və Resulü bir şey deyəndə o qədər yəqindir ki, fikirləşmişək, görürəm belə bəlkə belə ola bilərmi, olmuyor. Belə yox. Ki bu belədir. Yəqin edirəm buna. Yəni şəkk eləmirəm mən buna. İmanın gücünə dəlalət edir bu şey. Sabitliğine dalalet edir bu şey. Bu imanın dərəcələrinin ən yüksəyidir. Yəqinlik imanın dərəcələrinin yüksəyidir. İnsan, görürsən, kəlmə şərtlərindən də biri yəqinlik. Yəni, deyəndə onu şəkk eləməməlisən. Yəni. Bu yəqinlik böyük bir səmərələrlə bəhrə verir. Onlardan da biri Allah Azza və Cəlləyə təvəkkül eləməkdir. Sən yəqin olduqda, hər bir şeydə yəqin olduqda, Allah və Rasulun xəbər verdiyi şeylərdə sənə, sənin təvəkkülün Allaha daha da artır. Demək sənin təvəkkülün zəifsə, demək yəqinliyində problem var sənin. Yəqinliyində zəiflik var sənin. İnsan Allaha təvəkkül edir, öz Rəbbinə etimad edir Azza və Cəlləyə, zahirində də, batinində də, mənfəətlərin cəlb olunmasında da, zərərlərin dəf olunmasında da. Və mən yetəvəkkəl alallah fəhuvə hasbuh. Kim Allaha təvəkkül edərsə, ona kifayətdir. Bu iki mərtəbə, yəqinlik və təvəkkül yahsul linsani maksudahu fid dunya vel ahire. Yani insana dünyadakı və axirətdəki qəsd elədiyi şey hasil olur. Və insan dincəlir. Çox xoşbəxt və rahat yaşayır. Subhanallah. Çünki o yəqindir ki, Allah və Resulü nəyə xəbər verdiyi hər bir şeydə o yəqindir. Və ona görə də tək Allaha təvəkkül edir. O vaxt müminlər Əhzəbi gördükdə, toplumu gördükdə düşmanları dedilər ki, bu Allah və Resulünün bizə vəd etdiyidir. Yəni onlar o vaxt kafirləri gördükdə nəyə görə dedilər ki, bu Allah və Resulü bizə vəd elədi? Yəni ki, bu imtahandır. Bu imtahandan sonra nə gələcəkdir? Kömək gələcəkdir və husnul cəza, gözəl mükafat gələcəkdir. Allah və Resulü doğru dedi. Onların imanı yalnız imanı və təslimiyyətdir möminlərin. Əhzəb nədir? Qəbilələrdə olan bir tayfadır. Onlar Allah və Rasuluna qarşı gəlirdilər, cəm olmuşlar döyüşə görə, Allah Rasuluna qarşı döyüş eləmək üçün. Təxminən 10.000 sayları var idi. Qureyşdən bir döyüşənlər idi. 10.000 döyüşçü idi. Qureyşdən idi və Qureyşdən başqaları da vardı. Mədənəni mühasirəyə almışdılar ki, Peyğəmbər sallallahu əleyhi və səlləmi neynəsinlər? Orada yox eləsinlər. Öz istəkləri buydu. Və hasala fi hadhihi al-ghazwati azmatun azimə. Yəni bu döyüşdə, bu qazvada, qazva Peyğəmbər sallallahu iştirak elədiyi döyüşlər qazva adlanır. Allah və Rasulunun sahabelər üçün böyük bir əzmə oldu, çətinliklər oldu. Allah Teala dedi ki, fi vasfihə onları vəsf edərək yəni dedi ki, həmin və idzağatil əbsar, yəni gözlər orada çevrildi. Və bəlağatil qulub əl-hanacir, yəni qəlblər boğaza dirəndi. Belə bir söz var ya, yəni insan deyir ürəyi ağzına gəldi. Və təzunnuna billahi zununa. Yəni Allah barəsində zənn elədilər. Buradakı zənn nədir? Az-zununul bə'idə, yəni uzaq bir zənn elədilər ki, hunalika butuliyel mu'minin. Orada möminlər imtahan olundular və zulzilu zilzalen şədidə və şiddətli bir zəlzələlə zəlzələndilər. Yəni imtahan olundular da, qorxu düşdü içlərinə və talaş deyirlər də bizlər. İnsanlar bu çətin, böyük məsələdə iki qismə bölündülər. Bu vəziyyətdə iki qismə bölündülər. Allah Azza və Cəllə bu ayələrdə onları bəyan edir. Onlardan birinci qismi Allah Teala onlar barəsində dedi ki, onlar nə deyərdilər? Münafiqlər idilər.
Və iz yəqulul munafiquna. Həmin vaxtda münafiqlər deyirdilər ki, vəllezina fi qulubihim marad və qəlblərində xəstəlik olanlar. Burada qəlblərində xəstəlik olanlar həm münafiqlər gedir, hətta möminlərdən imanı zəif olanlar da belə var. Mə va'adanallahu və rasuluhu illə qurur. Allah və Rasul bizə vəd elədiyi qurur oldu. Yəni biz Allahdır. Yəni sadəcə Allahmaq oldu. Əuzubillah. El-munafiqun ellezine yuzhirunel iman. O münafiqlər ki, hansılar ki, imanı üzə çıxarıb, küfrü isə gizlədirlər. Vellezine fi qulubihim marad minel mu'minin. Möminlərdən ki, qəlblərində o xəstəlik olanlar isə onların yəqinliklərində naqislik var idi. Yəqinliklərində nə var idi? Naqislik var idi. Ona görə münafiqlər və qəlblərində xəstəlik olanlar. Münafiqlər bildik, küfrü gizlədir, imanı çıxardır üzə. Qəlbləri xəstə dedikdə isə burada, çünki ikisi bir də qəlb ayrılmalısan. İmanı zəif olan, yəqinləri zəif olan möminlərdir. Onlar dedilər ki, Allah və Rasulü bizə yalnız qurur. Qurur nədir? Yəni, insanı Allah'ı vədlərdir də belə deyək, bu şeylə vəd verilməsidir. Bizə qurur deyir. Qalu keyfə yəqulu Muhammed. Dedilər ki, necə deyir Muhammed? Deyir ki, münafiqlər deyir ha. Kisra açılacaq, Qeysar açılacaq, Sana'a, yəni Yəmən açılacaqdır, fəth olacaq da, yəni. Necə bunu deyir? Və huvə ləl muhasir min hauleynnəs. Bu isə bu insanlar tərəfindən mühasirəyə alınıbdır. O sözü kimdir? Allah Rasulü xəndəyə qazanda bir dənə daş çıxır. Heç kim o daşı qıra bilmir. Və Allahın Rasulü sallallahu əleyhi və səlləm gəlir götürür əlinə o nə ilə ki külükdür da, belə. Götürür əlinə və Bismillah Allahu Ekber ilə vurur. Vuranda deyir ki, Kisra açılacaqdır. İkinci dəfə vurdu Qeysar açılacaqdır. Üçüncü dəfə vurdu Sana'a açılacaq, Yaman fəth olacaq da, yəni. O sözü deyir, o vədi verir, onlar mühasirədə olduqları, xəndəyə qazıdılar ki, şeylər keçə bilməsinlər də bir tərəfə, kafirlər. Münafiqlər nə deyərdilər ki, mühasirədə də bu sözü deyir. Demək, bu da nədir? Allah və Rasulunun vədidir. Allah Subhanahu taala möminlərə verdiyi vəddir. Həqiqətən möminlər yəqindirlər ki, hasanlıq çətinliklə gəlir. Əgər sən istəyirsən hasanlıq gəlsin, çətinlik görməlisən. Elə bir hasanlıq yoxdur, onun dalında çətinlik olmasın. Çətinlik keçdikdən sonra insan hasanlığı görür. Qələbə yoxdur ki, onun çətinliyi olmasın. Çətinlikdən sonra qələbə gəlir. Bu müşahidə olunur, gözlə də görünür yəni. İkinci qismdə insanlar, onlar möminlər idilər, yəqinliklər, güclü olanlar idilər. O vaxt ki, deyir, möminlər o toplumu, o kafirləri gördülər. Dedilər, bu Allah və Rasulun bizə vəd elədiyidir. Yəni ki, bu imtihan olacaqdır və dalından qələbə gələcəkdir. Allah və Rasulü düz deyir, yəni onun dalından qələbə gələcəkdir. Onların yalnız imanı və təslimiyyəti artdı. Bax, burada iki tayfə oldu da. Bunların arasında fərq nədir? Bir toplum həmin o kafirləri, əhzəbləri gördükdə, o vaxt ki görürlər, bu şiddəti görürlər və bilirlər ki, bunun arxasınca kömək və çıxış yolu gələcəkdir. Və deyirlər ki, bu Allah və Rasulunun bizə vəd elədiyidir, Allah və Rasulü düz deyir, fəsəyəkunun nasır düz deyir, yəni kömək olacaqdır və Qeysar, Kisra, Yəmən, bunlar hamısı mülkləri açılacaqdır, fəth olunacaqdır, yəni. Həqiqətə kənə və lilləhəm. Bax, belə olmuşdu, Allaha həmd olsun. Allah və Rasulü, burada şahidlik nədir? Allah və Rasulü bizə vəd elədiyidir və Allah və Rasulü doğru deyir. Bu, yəqinliyin pik nöqtəsidir. İkinci qism insanlarda yəqinliyin pik nöqtəsidir. Ki, insan şiddət halında, kədər halında sabit olunur yəqin imanla. İnsan nə vaxt bilinir xoşhalı insanı? Şiddət halında bilinir də. İnsan halı çətinliklərdə məşə bilinir. Hasadlıqlarda bilinmir ki. Xoşbəxt, fıravan, mal, heç bir çətinlik yoxdur. Mən də səninlə əyilirəm, qalxıram, nə bilim, gedirik, gəlirik, gəlirik, bilinmir insanlar. Amma şiddət halında insanlar bilinirlər. Amma əksi isə kimlərin ki təvəkkülü, yəqini zəifdir, görərsən ki, müsibət vaxtında, kədər vaxtında üzləri, arxalarını çevirərlər, aləvəcihim, üzləri tərəfə çevirərlər. Deyərlər ki, necə ki Allah Teala barəsində deyir ki, وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ. İnsanlardan bəziləri Allaha bir tərəfli ibadət edir. Və belə qıraqda durur. Bir tərəfli ibadət edir. Yəni alə harf, yəni tərəf. Əgər onlara bir xeyir baş versə, itma'ənnə bihi. Xeyr, nə şeylər, nə qəşəng. Xeyirdir, gəlib hər şey haladır, rahatçılıq var.
Və in asabatuhum fitnə, onlara fitnə baş verdikdə, bir imtahandır da, çətinlikdir gəldikdə, inqələbə alə vəcihi, üzü üstə çevirilər, yəni üzünü çevirər, dünyasını da, axirətini də uduzar. Onlara etiraz edənlər var, dindən də çıxırlar hətta, əuzubillah. Zəlikə huvəl xusranul mubin, açıq, aydın uduzmaq da budur. Dedik, Həc surəsi 11-ci ayə. İnsanlardan çoxu görürsən ki, afiyət vaxtında fəfu mutmaindir. Axı, rahatçılıq vardır. Lakin bir balaca bəla gələndə Allaha sığınırıq bundan, üzünü çöndərir, üzü üstə çöndərir. Ola bilsin ki, o həddə çatır, riddə həddinə də çatar. Yəni, dindən çıxma həddinə də çatar. Küfr həddinə də çatar. Allahın qəza və qədərinə etiraz edər. Allaha, onun qəza və qədəri ilə etiraz edər. Və o, Allahın təqdir elədiyi şeyi sevməz və bittəli onunla nə baş verər? Allahı da sevməz. Əuzubillah. Nifrət eləyər, kafir olar bununla da. Lənəhu kənə fil əvvəli ləm yusibhu əzən. Çünki o, afiyət olan vaxtda heç bir əziyyət dəyməyib buna. Hər şey əladır. Bunun üzərindədir, fitnə yoxdur. Lakin ikinci səbəb buna fitnə, imtahan gəldikdə, ikinci vəziyyət, imtahan gəldi. Arxasına çevirirlər, əuzubillah. Bu ayələr, buna oxşar ayələr, bu dəlalət edir ki, lazımdır ki, insana ki, insan qorxsun. Burada xavf gəlir, vəcəl gəlir, xaşyə gəlir. Yəni, xavf qəlbin qırılmasıdır, vəcəl İnsan qəlbin titrəməsidir, o da qorxu iləndir. Xəşyə isə elmdən qorxmaqdır. İnsana lazım ki, qəlbinin azmasından qorxsun. Yəni, qəlb, hər birimiz, Allah bizim qəlblərimizi onun dində sabit eləsin. Qəlbinin azmasından hər birimiz qəlbimiz qorxmalıyıq. Arxayan olma, ha. Demə, mən namaz qıllanma, oruç tuturam, mən beləyəm. Arxayan olma. Çünki o hədis ki var, bir insan cənnət əhlinin əməlli edəcəkdir, cənnət onun arasında bir qarış qalacaq düşməyə. Kitab onu keçəcəkdir, yəni qədəri. Deyir, cəhənnəm əhlinin əməli cəhənnəmə düşəcək. Allah bizi qorusun, yəni belə şeylərdən. Ona görə arxayanləşmək olmaz. Yəni, bu dünyada qorxsan, axirətdə qorxmayacaq. Dünyada ki, qorxmursansa da, axirətdə qorxacaqsan ki, qorxu bir yerdə cəm olmaz, iki əminlik də bir yerdə cəm olmaz. Yaxşı. Demək, insan lazımdır ki, həmişə Allah Subhanahu taala'dan sabitlik istəsin. Allah Subhanahu taala Allah Resulü necə demişdi hədisdə ki, Adəm evladının qəlbləri Rəhmanın barmaqlarının iki barmağı arasındadır. İstədiyi tərəfə çevirir. Onu istər düz qoyar, qəlbi istərsə azdırar. Ona görə Allah Taala'dan qəlbləri çevirəndən istəyirəm ki, bizlərin qəlbini ona itaətdə sabit eləsin. Bizlərə onun dinində istiqamət, düz durmağı və onun üzərində sabit olmaqla bizi ruzulandırsın. Sonra bu bölümdə ikinci ayə gəlir. Qalsın gələn səfər Allah Taala'dan istəyirəm ki, bizlərə faydalardan olsun.